Anaya bak. Enis anaya bak. Ha? Happy birthday Enis. Happy birthday Enis. Happy birthday. Happy birthday. Happy birthday Enis. Dağıtma da aşkım. Hiç ne dağıtma ne olur. Enis bak. Bugün aile olarak çok hususi, çok değerli bir günün sevincini yaşayırıq. Bugün bizim son beşiyimizin, Enisimizin 2 yaşı tamam olur. Hər valideyn üçün övladının doğum günü təkcə bir tarix deyil. O gün keçən yol xatırlayır insan. Yaşanan çətinlikləri, sevincləri, ilk gülüşləri, ilk addımları sanki yenidən yaşayır. Bugün də mənim üçün elə bir gündür. Amma nədənsə Enis bugün biraz fərqli başladı. Biraz həssas, biraz kür əhval-ruhiyyə ilə başladı. Şimdi çəkilişimiz bu kadar. Tortu məhv elədin. Yine məhv eləmədi. Prosto yazısı falan dağıldı biraz. Canı sağ olsun, heç nə olmaz. Bir şəkilcə gömədiyə. Qalıb göydən. Maç göndər aşkım. Herkese salam, hər vaxtınız xeyir olsun dostlar. Bugün günlərdən çəkməyə qorxuram çünki başlayacaq ağlamağa. Bu ağlayan beyefendinin doğum günüdür. Enis. Happy birthday Enis. Happy birthday, happy birthday. Mutlu yıllar sana. Her şeyden narazı Enis. Her şeyden narazı Enis. Hə dostlar, bu ayaqdan ağlayırdı. Dedim sakitləşsin, elə davam edeyim çəkməyə. Hə, gördüyünüz bu beyefendinin sabah 2 yaşı tamam olur, amma sabah atası evdə olmadığı üçün, işlə bağlı getdiyi üçün biz bugün qeyd etməyi planlayırıq. Birazdan babamız gələcək. Ömer, maç ilə təbrik elə qaqanı. Enis'in maç ilə aşkım. Maşına oynuyorsun lan. Uy, git yardım ile, maşın yıkıldı. Happy birthday Enis, happy birthday Enis, happy birthday, happy birthday. Mutlu yıllar size. Maç ile Enis'i, Enis maç ile Ömer. Ha, öptü de sen ne ağlıyorsun sanki? Həmsəki kimi Enes öz ampulasında. Tamam, gel. Kucak gel. Qeyd eləmək istəyirəm ki, Elçin, sən bu videonu izləyəcəksən, bilirəm. Dərsdəsən annem. Dərsə inşallah çatarsan tort kəsmə mərasiminə bir yerdə kəsərik aşkım. Şükür sakitləşdi. İndi babamızı gözləyir. Babamız gəlsin, pastamızı kəsək, çıxaq gedək əyləncə mərkəzinə. Şimdi dərsdən gəldi. İndi həmən əynimizi geyinəlim, hə bözləyə hazırlaşaq. Tamam mı Elçin? Tamam, dışarıda olmuş. Çok güzel. Hə. Ve bu arada bir sonra burada terten olmuş. Güzel bir şey. Gel. Şöyle bir şey olmuş. Tamam aşkım, gəl. Sen koşuyorlar bunları. Əynimizi dəyişək sonra sayında. Elinde şişirten çekti. Hə, əynimizi dəyişək aşkım. Atı sayacak gibi. Tamam. Hə, bu arada Elçin hər gün pul qazanır da. Məktəbə gedir, pul qazanır. Mən dedim ki, gəlib çatmayacaqsan Elçin. Aha, atasının səsinə bax. Hə, mənə bax. Arkadaşlarımıza göstərək kombinimizi. Birazdan əyləncə mərkəzinə gedəcəz, tamam mı? Tamam. Şimdi bu arada güzel oldu. Tamam, süslə. Arkadaşlar bir şey diyeceğim. Ama bir şey diyeceğim. Bu çipi bir şey koyup maşının arasına koymayabilirsen ne o güzel oluyor mu? Gözəl olur, amma yol necə yol düzəldək? Nə ilə düzəldək bura yolumuzu aşkım? Qara yaparım. Qara kağızdan. Qara çağırsan bir de bilir. İndi sən mənə birinci də görüm dərsləri necə getdi? Çok güzel. Müəllimə razı qaldı səndən? Müəlliməyə cavab verdin suallarına? Hacım. Bu arada yemek bitir. Mimarım ama canı sağ olsun. Can sağ olsun aşkım. Paylaşmadın arkadaşlarına. Birazcık karıştı bana. Tamam.
Gen pastanı gətirmə. Məkdən gəlsin. Sən yerirsən. Düşməsən bizə keçin. Happy birthday Enes. Happy birthday Enes. Happy birthday, happy birthday. Happy birthday Enes. Happy birthday, happy birthday. Mutlu Enes. Ne boşanır? Elçin öpür. Ömer öpür. Aferin. Ha. Şimdi yemeğe hazır mıyız? Bu da bizim utanacak kızımız. Şimdi ben yiyeceğim. Kimi yesin? Ben. Qoy yesin, boş qapılar gətirin. Aşkım, sən onun qucağında tut qadınam, nə olar? Ana bak baba yine Kesin yiyeceğim. Getir kucağıma. Ana, Ağlıyor da aşkım. ana bak para. Ödünü mü? Ana. Günü ağlamakla keçdi Enes'in. İndirme. Güzel beğendin. Beğendim. Beğendin. Beğendim. Ha? Yine bir aşkım. Beğenme bu. Çizi beğendim. Ha? Yeniden girdi. Bunu yiyeceğim. İki. Aya. Telefonu götürün. Bunu içiyor bunu. Hə, deyən babam buradadır. Ye ye. Baba deyim. Gel. Sen beni istedin. 5 manat əvəz işi. Beğendin dedin axı. Beğenmedim. Beğenmedin. Hemen söz verdin sen. Beğenmedinse al. Eşitdin əmisi? Ben ikisini dedim. Su istəyirsən? Allah bizi böyük kızlar. Su istəyirsən aşkım? Sen şeyci Su istəyirsən, al olar. Su vereyim. Onun için iyi bu vaxt. Su vereyim, Allah tamam. belanı Sizin mekanınızda açılsa canınız kurar değil. Kim o ya? Ben işte gidiyorum. Zorla memlekete de gidelim. Nakletler var. Ayrılma öyle. Yazıq. Sen de gittin. Hadi sağ ol. Aha, nöbələşirlər, qoy görək. Hadi yavaş in yavaş. Gel. Tamam. Ya dondurma çibi, dondurma. Dondurma çibi. Sağ ol, sağ ol. Hədəli. Bay bay. Çavuş. 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 Hadi biz də hazırlaşaq, gedək əyləncə mərkəzinə. Bunu çəkmirsən herhalde. Gəl. Sen miydin mi? Bayaq niyə belə sakit durmurdun pasta kəsiləndə aşkım? Gəl. Tut qaqanı əlindən, Ömər. Anne Allah yürür. İyice karamış. Evet, axşamdır aşkım, hava qaraldı. Tam gerçekten birazcık karanlık değil. Çok kayadı ana. Heç də olmaz. Anladın mı? Gəl. Hara gedirik? Əyləncə mərkəzinə. Eğlence meclisi ama içi yıkamadım. Şükür Allaha. Yoksa yıkacaktım, batacaktım. Çoğulsaydım, yan çoğulsaydım tek kapatacılar bilecektik. O yüzden içi yıkamadım. Tamam. Get, əskər kimi get. Anne, Ay can. anne, Ay can. Ömər, Enes. anne. Ay can, ay can aşkım. Sana bir şey diyeyim mi? Azerbaycan bağlı dostu. Türkiye. Türkçe dostudu. Halil benim dostum içer ya. Atamın dostu iş Muhterem. yapıyor ya. Hə. O da Azerbaycan bağının arkadaşı. Evet. Biz Hara gəlmisən, Enes? anne korkma. Atamın bana indirme. Tamam. Aşkım, sənin əlindəki termosun qapağı arada açılır ha. Yəni elə tutmam, məsləhət görərdim. Anne geldin. Gəldim. Qusqansız oynun. Yenə kefiliyyətsiz heç kəs yoxdur. Çıkarttım bana. Hə, açım. Yeni şey eklemişler. Tamam. Gəl. Kız. Haberleyeceğim ha seni. Gözlə. Hə, olar, get. Enesin ayaqqabısını da çıxarda tası. Ayaqqabısı. Nəfəsim kes. Hadi gedin əylənin.
Dostlar, ola bilər ki, görüntü ilə səsləndirmə üst-üstə düşməsin. Sadəcə mən bu gün haqqında hər şeyi öz sırasına danışmaq istəyirəm. Şəkil çəkdirməkdə qalmışdıq bayaq səsləndirəndə. Şəkil çəkmək belə asan da olmadı. Zor güc yox, daha şirin inadla, biraz səbirlə bir neçə kadr alındıra bildim. Hər anı bir ayrıca bir sınaq idi da. Enis maşınları çox sevdiyi üçün şəkil çəkilişində də onun sevdiyi maşınları bir küncə düzdüm. İstədim ki, özünü rahat hiss etsin, öz dünyasında olsun. Tortumuz da maşın konseptində idi, amma tortun başına gələnlər tam bir Enis macərası oldu. Maşın ilə torta bir dəfə elə girdi ki, tortun üstündəki yazılar, bəzəklər qopub düşdü. Bir təhər yapışdırdım. Daha sonra babamız və əmi qızlarımız gəldi. Amma tortu Enisin ağlamağı ilə kəsməli olduq. Halbuki bir ildən çoxdur ki, şam üfürməyi çox gözəl bacarırdı. Amma uşaqlıq belədir. Hisslər bəzən söz dinləmir. O an başa düşürsən ki, planlar deyil, uşağın halı əsasdır. Düzü tort kəsilmə anı ürəyimcə olmadı. Videonun sonunda da görəcəksiniz. Sabahsı gün bir daha sınadıq. Kek aldım, üstünə şam qoydum. Bu dəfə biraz sakit an seçdim. Dünənlə müqayisədə Enis şamı daha ürəklə üfürdü, amma yenə də gözümüz doldu. Deyəsən 2 yaş sindromu artıq o sözünü deməyə başlayır. Həm böyüyür, həm də böyüməyin yükünü daşıyır. Nəysə, günümüzü davam eləyək. Qonaqlarımızı yola salandan sonra biz günü davamlı gətirmək istədik və yollandıq Ruistam əyləncə mərkəzinə. Elə bil orada Enis özünü tapdı. Qum havuzunda sərbəst oynadı, top havuzunda sevincini gizlətmədi. Sürüncəklərdə və mini attraksiyonlarda uşaqlığını doyunca yaşadı. Orada artıq ağlama yox idi, sadəcə gülüş var idi. Günümüzü o şirin yorğunluqla rahat bir ürəklə tamamladıq. Bu səsləndirmə isə sırf sənin üçün Enis balam. 2 il əvvəl həyatımıza gəlib hər şeyi dəyişən balam. Sən böyüdükcə biz səninlə böyüyürük. Sən ağladıqca səbr eləməyi, gülümsədikcə şükr eləməyi öyrənirik. Arzum budur ki, həyatın boyu özün kimi saf qalasan. Yolun işıqlı, qəlbin rahat olsun. Hər zaman sevgi gör, dəyər gör. Qorunduğunu hiss et. Allah səni qorusun gözəl balam. Ömrün gözəlliklərlə də olsun. Yaxşı ki varsan və yaxşı ki həyatımıza gəlmisən. Əziz izləyicilər, bu günü bizimlə birlikdə yaşadığınız üçün, bu ailə hekayəsinə şahid olduğunuz üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Sevincimizi, duyğumuzu paylaşdığınız üçün sizə minnətdaram. Əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi, şərh bölməsinə şərh yazmağı unutmayın. Ailə dolu, sevgi dolu yeni videolarda yenə bir yerdə olaq. Var olun, sağ olun, salamat qalın. Hər zaman bizimlə qalın. Videonun davamı isə uşaqlarım üçün xatirə olaraq qalsın. Hələlik. Git oyna, git oyna. Stay to you. Happy birthday, happy birthday to you. Təbrik edirəm. Kim qazandı? Ne oynamasın? Yapayım sen bir Sürtdürü. Ay sağ ol. Amin. Allah hamı babasını qorusun. İçimizde kalori var. Üstə çıxarsan. İçimizde kalori. Ay aşkım, ver söz demə. YouTube. Hə, şey, yol tandır Enes. Şalvar düşür. Ömer sana dur. Ömer sana dur. Ömer sana dur. Durma Ömer, dur bak. Ömer koş, Ömer koş, Ömer koş, koş. Ömer koş kaç, Ömer koş kaç. Ömer kaç, koş kaç. Ömer şokda. Sen oradan çıkmayla çıkalı değil sen. Sizləri çox yormayaq əziz izləyicilər. Biraz da əylənsinlər. Günümüzü belə yekunlaşdıracağıq. Zaman dur. Hər kəsin balasına uzun ömür, can sağlığı arzulayıram. Allah balalarımızı qorusun. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək. Hələlik. Tuşun. Kanalıma tuşuna basmalıdır bay. Əmərdən kanala abunə olun. Kanalıma bir soru. Lütfən siz deyin. Onlar məni yaratmadı. Kanala abone ol.
Dünən Enes tort kəsmə mərasimində ağladı. Ona görə rahat qəşəng kəsə bilmədik deyə, tortumuzu üfləyə bilmədik deyə. İndi bugün üfürəcək. Əlini çək əşqim. Ad günün mübarək. Ad günün mübarək. Ad günün mübarək Enes. Ad günün mübarək. İndi üfür. İçin sən də. Adgünün mübarək. Ad günün mübarək. Aferin. Alqışlar. 100 yaşa aşkım. Sağlam, xoşbəxt yaşa anneciğim. Aferin sənə. Hoppa. Görürsüz xalalar. Mən üfürə bilirəm. Sadəcə ağlamağım tutmuşdu, ona görə üfürməmişdim. Bir daha.